Salam hanımlar, hər vaxtınız xeyir, xoş gördüm hər birinizi yeni videomda. Bugün sizə söz verdiğim kimi başlayıram mətbəxi təmizləməyə. Ötən vlogların birində sizə söz vermişdim ki, mətbəxi birlikdə təmizləyərik və pəncərələrin pərdəsini sökməliyəm. Gəlin keçək, başlayaq işə. İlk öncə başlayıram pərdələri sökməklə. Ona görə mən nərdivan gətirmədim, nərdivandan qorxuram, bura sürüşür. Ona görə də stolu qoyacağım. Stolun üstə qoymaq üçün bu yumru oturacağa gətirmişəm. Bir təhər açdım. Oradan da açmalıyam. Amma necə bu qaytarıb bağlayacağım onu bilmirəm. Çətin olacaq bağlamaq. Hanımlar, mətbəxin vəziyyətini görürsünüz. Heç bir yer təmizləməmişəm. İlk öncə istədim pərdələri açım, atım yumağa. Qoyuram yuyulsun. Bu arada mən pəncərələri siləcəm, mətbəxi təmizləyəcəm. İlk olaraq pəncərələrdən başlayacağım. Bu ağı yuyurum. Birinci gününü yuyacağım, ikisi bir yerdə atmayacağım. Çünki böyükdürlər. Gününü yuyumağa atıram. Çıxardan kimi asacağım inşallah. Atım yuyulsun. Geçirəm ilk öncə aynaları silməyə. Gəlin aynaları silək, daha sonra baxın bu mətbəxin vəziyyətinə. Daha sonra buraları təmizləyək. Mətbəx də köçür. Səhər yeməyimizi yemişik, uşaqları məktəbə yola salmışam. Hər yan qalıb yığışdırılası. Keçək aynaları silməyə, daha sonra deməli xanımlar, belə su götürdüm, içərisinə qab şampuanı əlavə etdim, bezimi əlavə edirəm içərisinə və gedirəm aynaları ilk öncə sulu dəsmalla silməyə. Suyu dəyişdim, indi isə keçirəm sildiyim aynaları qurulamağa. Onu da qeyd edim ki, çöl tərəfini mən hər zaman çöldən yuyuram. Artıq vloglarımı izləyən xanımlar bilir ki, mən çöl hissəni çöldən silirəm, çöldən təmizləyirəm. İçərini bu cür təmizləyəcəm, daha sonra çıxıb çöldən təmizləyəcəm.
Qızlar, maşının içinə baxın necə köpüklənib, qab şampunu əlavə etmişəm. Deyəsən çox əlavə etmişəm, buna görə belə köpüklənib. Güman edirəm ki, maşın yuya biləcək. Keçirəm mətbəxin qablarını yumağa və mətbəxi təmizləməyə. Aynaları sildim. Aynaları iç tərəfdən sildim, qaldı bayırdan silmək. Onda mətbəxə yığışdırandan sonra edəcəm. Keçək mətbəxin qablarını yuyub mebelini silməyinə. Qızlar, mətbəxi təmizlədim, bitirdim. Hər tərəf oldu tərtəmiz. Artıq 17 dəqiqə qalıb pərdənin bitməsinə, yəni günlük yuyuram. Günlüyün bitməsinə 17 dəqiqə qalıb. Buraları gətirim, tozlarını silim ki, pərdə yerə dəydiyi zaman toz olmasın. Bir dənə qaldı burada işim, deməli
aspirator pis vəziyyətdədir. Onu da salım, belə şamponlu suya qalsın, biraz yumuşalsın, onu da yuyum. Belə mətbəxdə işim bitdi. Alt tərəfləri də sildim, oldu tərtəmiz. Açım. Əməli baxdı, yağlanım. Çoxdandır ki, təmizləmirəm. Yağdı. Buraları da saxlamışdım ki, yağını da çıxardım. Artıq təmiz yağ olub, onu çıxardım, atım. Buralarını deyirəm, xanımlar, buralarını belə götürüm. Çaydan da su qızdırıram ki, bunun üzərinə sürməyə. Ən sevmədiyim iş, inanırsınız, bu aspiratoru təmizləməkdir. Çünki yağdır. Ümumiyyətlə, yağ təmizləməyi sevirəm. Hansı qadın sevir ki? Heç bir qadın məncə yağ təmizləməyi sevmir. Baxın, nə yapışır. Biraz qalsın soyuşun, daha sonra sürtəcəm. Evi toz soğanladım, artıq maşın da bitirdi yuyub. Gətirin buraları bir dəqiqəyə silim. Yeri silim ki, pərdəni çıxardığında istər-istəməz dəyir, toz olmasın. Ya Allah deyib gedək görək, var taxa bildik mi? Oradan yıxılmasam yaxşıdır. Xanımlar, astım günlüyü, inanın ki canım çıxdı. Bu tərəfdən çıxmışam, o tərəfdən çıxıb asmışam, hündürdüm, bir təhər astım. İndi o qırışlar üstündə tək-tək var, onlar da açılacaq çünki nəmdir. Nəm asdıqda qırışlar gedir. İndi keçirəm, bunu atım maşına yusun, tülü. Tülü də asım. Çoxdur bu günlərim. Bankdan zəng gəlib, gedəsiyəm bankaya. Xanımlar, YouTube'dan ilk pulumu çıxardacağım bu günlərim. İnşallah. Bəlkə çəkiliş etdim, bəlkə etmədim, bilmirəm. Baxacağım vəziyyətə. $800'ə qoyaq. Burada biraz ağardıcı gel əlavə edeyim. İş bitmir ki, bitmir. Keçəm bunu təmizləməyə. Artıq soyuyub, yaxşı təmizləyim, bunu da yerinə asın.
Kızlar əldə yudum, indi isə qoydum ocağın üstünə biraz da qaynasın. Qaynadıqla yağlar təmiz gedəcək. Mütləq özümü zəhərləməliyəm də. Belə içinə də yağ közüsü atmışam. İnanırsınız bir dəqiqə mətbəx ancaq yağ közüsü qoxur. Zəhərlənməsəm yaxşıdır. Xanımlar bunu da yudum. Yerinə yerləşdirim. Düzü bu Mr. Muskulu heç bəyənmədim. Qol gücünə yudum deyərəm yağlarını. Gələn dəfə başqa Asperox və yaxud da Asperoxdan da güclü bir vasitə lazımdır ki, buranın setkasını təmizləsin. Belə, bacardığım kimi təmizlədim. Xanımlar, mətbəx oldu tərtəmiz. Pərdə də burada yuyulur. O da yuyulsun, asın. Sonra gedim, deməli, bankdən qeyd etdiyim kimi zəng gəlib. Hesaba pul köçürüb. İlk dəfədir ki, YouTube'dan pul çəkəcəm inşallah. Davamını çəkirəm, çəkmirəm, bilmirəm. Çəksəm mütləq sizlərlə paylaşacağım. Maşın bitirdi, indi çıxardım paltar, pərdəni sərim. Görüm qırışmayıb. Pərdələri sulu astım, oldu tərtəmiz. Qırışlar da sulu astığım üçün açılacaq. Gedim işlərimi görüm, gəlim. Daha sonra keçəcəm bayırdan pəncərələri yumağa. Getdim banka xanımlar, qayıtdım, gəldim, indi isə keçirəm həyətdən aynaları yuyub təmizləməyə. Banka gedəndə nə üçün çəkmədim xanımlar? Getdim, yəni bankada çəkmək düzgün deyil, bankın içərisində gedən prosesləri. Bir neçə saat vaxtım getdi, işlərim var idi, karqom var idi, onu götürdüm və gəldim evə. Günortadan sonradır, belə aynaları çöldən yumaya başlayıram. Həmin günü pul çəkə bilmədim. Niyə həmin gün deyirəm xanımlar? Bu videonun üzərindən səs yazıram. Bir neçə gün sonra səs yazıb sizlərlə paylaşıram. Getdim, dedilər sabah gələrsiniz. İnşallah, daha doğrusu sabahlarım kartınıza pul yüklənəcək. Bank daxili gəlmişdi. Pul hesabdan hesaba köçürməli idi. Nəysə belə proseslər ərzə falan. Bilirsiniz, belə proseslər biraz vaxt aparır. Nəysə YouTube'dan xanımlar ilk pulumu çəkəcəm. İnşallah çəkib sizlər üçün paylaşıram. Çəkdiyim zaman, pulu yəni çıxartdığım zaman, bir də onu qeyd etmək istəyirəm ki, əslində mən pulu çıxartmaq istəmirdim, çünki elə böyük məbləğ deyil. Buna baxmayaraq ki, mən 2 ildir artıq YouTube'da fəaliyyət göstərirəm. 2 nəfərin puludur, yəni başqa bir xanımın da hesabını öz AdSense-imə, yəni öz hesabıma bağlamışam. Düzü, o xanım məndən sonra açmışdı hesabı, ancaq buna baxmayaraq onun videoları daha çox izlənib və daha çox pul mədaxil olunub karta. O çıxartmaq istədi. Buna görə məcburam ki, mən də çıxarırım, çünki eyni hesabdadır pul. Belə qərara gəldik ki, çıxardaq pulu və bölüşəcəyik. İnşallah çıxardanda çəkərəm. Sizlər üçün də paylaşaram. Bəlkə kimsə maraqlanır. İzah edərəm ki, neyi necə etmişik.
İndi isə keçirəm videoma, xanımlar. Hər zaman tez-tez 2 həftədən bir bayırdan belə yuyurdum, təmizləyirdim, aynaları silirdim, qapını silirdim. Ancaq son vaxtlar belə etmirəm. Azı 2 ay ötürürəm, 2-3 aydan bir çöl tərəfdən aynaları silirəm, təmizləyirəm və yaxud da belə yuyuram. Çünki bilirsiniz, həftədə bir dəfə də silsən, yenə eyni formadır, yenə tozdur, yağışdır, gəlir heç elə bir silməmişsən, o vəziyyətə düşür. Ona görə də düşünürəm ki, özümü yorub incitməyə dəyməz. Bunu ki edirsən, bir neçə gün keçir, yenə elə bir heç nə etməmişsən, heç bir təmizlik görməmişsən, elə olur. Niyə görə özümüzü bu qədər incitməliyik ki? Belə videomu təmizlədim, aynalar oldu tərtəmiz. Baxın, burada çəkib göstərirəm. Qab şampuanı ilə yuyanda tərtəmiz olur, ləkə qalmır. Mən də belə edirəm. Keçirəm buraları sürməyə. Bugünlük bu qədər. Videonu burada sonlandırıram. Maşına paltarları, daha doğrusu çuxolları atmışdım. Yuyub bitirib onları da sərirəm. Videonu burada tamamlayıram. İnşallah yeni vloglarda, yeni videolarda görüşərik.